bu günlərin əhyanın günü. O şəxslər ki, əhya keçirdilər, Allahın 1000 ay və 1000 aydan xeyirli olan əhya ki keçirdilər və bu günlərim əhyanı ki dərk elədilər, əhyaya çıxdılar. Allah onların o əhyasın Peyğəmbər, Ali Peyğəmbər xatirinə mübarək eləsin inşallah. Və ilahi Peyğəmbər əleyhissalam ki etdiyi dualardan ki ilahi bizim axırıncı əhyamız qərar verməginən. Elə bugünkü gündə elə biz bayram da eləyə bilərək öz aləmimizdə. Çünki artıq bugündən bizim o əhyada təsdiq olan ömrümüz başladı. Necə ki qeyd olundu ki, mələklər nazil oldu və 3 əhyada ki bir ildə başımıza nə gələcək və hansı təqdir bizə yazıldı və təsdiq olundu bu gecə, artıq biz bugündən həmin o yazılanlardan başlayırmışıq yaşamağa. Çalışaq o Allahın bizə etdiyi təqdiri daha da biz artıraq o dərəcələrimizi. Görsən ki, insanın bir var əcəli mütləq, insana yazılar ki, o mütləq baş verəcəkdir. Bir də var qeyri-mütləq. Qeyri-mütləqdə də ki, öz əlindədir bəzi şeylər. Yəni, istəyərsən, sən ömrü uzada bilərsən, qısalda da bilərsən. Necə ki, qeyd etdiyimiz kimi əvvəllər də ki, ömrü uzatmağın yolları budur ki, valideynə sili rəhm eləyərsən və qohum-əqrabiyə sili rəhm eləyərsən və möminlərə sili rəhm eləyərsən, Allah sənin ömrünü uzadar. Əgər bunlar olmasa, ömrün qısalar. Odur ki, bugündən biz başlayırıq həmin ömrü yaşamağa və çalışaq, deməyək ki, da əhya keçdi, ya Ramazan qutarıldı, yox, əksinə, o ruhiyyə ki səndə var idi, səhərə kimi dua eləmsən, səhərə kimi axirətvi, dünyavı abad eləmək üçün Allaha dua eləmsən, elə hər gün həmin duaları eləyinən. İmam Kazım əleyhissalam buyurur ki, Əfdalul ibadəti bə'dəl mərifə intizarul fərəc. Həzrət buyurur ki, ibadətlərin ən fəzilətlisində bir məsələ var. Nədir? Deyir, mərifətdən sonra gələn bir məsələdir. İntizarul fərəc. Məsəl üçün, biz mərifət əhli ola bilərik. Mərifət də o ariflər ki, olarlar, pillə-pillə gedərsən, o pillə-pillələri ki, çıxarsan, nə qədər irəli getsən, mərifət tapsın, bir o qədər Allah yanında sənin üçün bəsirətin açılacaqdır. Məsəl üçün, biz belə deyək, namazı qılırıq, amma namazın şirinliyin biz nə qədər hiss eləyirik namazda. Və yaxud da ki, oruç tuturuq. Oruç tutanda nə qədər sən orucluğu özündə hiss eləyirsən. Onlar birinci pillədir, amma ikinci pilləyə qalxsan, üçüncü pilləyə qalxsan, istəyərsən ki, ilahi, elə bütün ömrü boyu namazda, necə deyərlər, namazın mərifətini hiss eləyəsən. Mən, məsəl üçün, bəzi şeyləri deyə bilmirəm, nə mənada? Yəni ki, bir dənəsini deyim, eləyə bilərsən ki, sən namaz aləmində o qədər Allaha verilərsən ki, hətta özünü yerdə hiss eləməzsən. Bu, bir pilləsidir. Yəni, bütün ruhiyyəndə, namazın sözündə, hər bir ayəsində o qədər diqqətli olursan ki, bir də baxırsan ki, sənin ayağın yerdən üzülübdür. Bu, ola bilsin ki, kimlərəsə qəribə gələr, ola bilsin ki, kimlərəsə, belə deyək, inanmaz və yaxud da başqa söz deyər. Amma elə deyil. İnsan ki, mərifət istəyir tapa, bunları addım ba addım geçsə bu deyilən imamlarımızın hədislərində özün görəcək ki, hansı aləmdədir.
Necə ki, mən sizə də qabaq demişəm, Peyğəmbər əsəlama ki, sual eləndə, ya Rasulallah, sən danışanda biz o əqidəmizi ki, mərifətə tərəf çəkirik, ilahi tərəfə, elə bilir ki, göydə mələkut aləmindəyik. Peyğəmbər əsəlama buyurur ki, əgər onu siz hər an saxlaya bilirsiniz, mən gördüyüm və eşitdiklərimi siz görüb eşidərsiniz. Yəni, bu həqiqət budur. Onun üçün də çalışaq, bugündən sonra heç olmasa ibadət, itaətlərimizdə mərifət əhli olaq və özümüzü axirət aləminə hazırlayaq. İndi Həzrət nə buyurur? Həzrət buyurur ki, ən fəzilətli mərifətdə intizal fərəcdir, İmam-ı Zamanın gəlişini intizarında olmaq. Ondan sonra nədir? Həzrət buyurur ki, mən də'ə qəblət sənə alallah və salati alən-nəbiyyi kənə kəmən rəma bisəhmi billah vətər. Həzrət buyurur ki, insan ki, həmd sana eləyir, Allaha dua eləyir. Həzrət buyurur ki, sana ki eləyirsən, Allahla ki istəyirsən ki razı niyaz eləyəsən, amma deyirsən o sananın əvvəlində, yəni həmdin əvvəlində, duanın əvvəlində ki Peyğəmbər və onun əhl-i beytdən ki salavat çəkmirsən, deyir, eyni o şeydir ki, kamansız oxun atılması kimidir. Nə qədər istəyirsən at, hara gedib çıxacaq? Amma Həzrət görsən, salavatı həmin o kamana oxşadır. Ki, yəni nə qədər uzaq məsafəyə istəyirsən ki, atasan, gərək ondan istifadə edəsən. Oxu götürüb əllə atmaqla bir tərəfə getməyəcək. Odur ki, istəyirsən ki, mərifət əhli olasan, İmam-ı Zamanın yaxın, o sevdiyi insanlardan olasan, gərək nə edəsən? Salavatını çoxaldasan. İndi salavatın da haqqında çox demişik. Bir dənəsində qeyd edim ki, inşallah onları çalışın, eləyin. İmam Sadiq əleyhissalam buyurur ki, cümə günü çalışın, salavatı çox deyin. Həzrət buyurur ki, mən sevirəm. O salavatı ki, cümə günü 1000 dəfə salavat çəkəsən Peyğəmbər əleyhissalama. Və Həzrət buyurur ki, cümədən başqa sünnət-i Peyğəmbər əleyhissalamdır ki, hər kəs 100 dəfə salavat çəksə, Peyğəmbər əleyhissalamın sünnətinin ən yüksək dərəcəsini eləyir. Mərifət əhli bu şeyləri hər gün eləyər. Evdə oturdun, təsbih al-əlüvə, gəlmirsən, məsciddə oturmuşsan, namaz qılmışsan, hər nə eləmişsən, dua eləmişsən, yorulmuşsan, elə sakit oturub Allahla elə dərdləşirsən, götür əlində salavat çək. 33 dənə çəkdin, vaxtın yoxdur, get evdə çək, ardın çək. Yəni hər gün 100 dəfə salavat demək cümədən qeyri. Mərifət əhlinin əlamətlərindəndir ki, Həzrət buyurur ki, və istiğfar eləmək, həmsinin və Qul Huvallah surəsini oxumaq. Çalışın, yol gedəndə də Qul Huvallah oxuyun, salavat deyin. Evdə də gelsən, çalış Qul Huvallah oxu, salavat deyin, istiğfar elə. İmam Baqir əleyhissalam Həzrət buyurur ki, cümə günü bir bəndə salavat çəkə və salavat çəkməyi dost tuta özünə. Həzrət buyurur ki, heç bir ibadət mənə ondan əziz deyil. Görün, nə qədər ibadətin Allah yanında, fəzilətində salavatın dərəcəsi var. Həmsinin, əvvəllər də qeyd eləmişik, istəyirsən ki, Allah rəhmətinə qərq olasan, Allah dərgahının qapıları ki, bağlıdır, açasan o qapıları. O qapıların taqqılbab eləməsi, döyülməsi salavata bağlıdır. Salavat çəksən o qapıları açacaqsan. İbadətin ən fəzilətlisidir ki, çalışaq bu günlərdə həmin o salavatımızı artıq özümüzə vərdiş elətdirək. Bir hədis var ki, onu eşitmişsiniz. İmam buyurur ki, yaxşı adətdir, hər kəs bir əməli özünə adət eləyə, az da olsa.
Misal üçün, salavatı özünə adət eləyəsən, az da olsa, hər namazda ki, biz burada salavatı çəkirik. Həzzət buyurur ki, özünə bir dənə ən azı etdiyin əməli vərdiş elə və etdiyin əməli ən azı bir il elə. Əgər bütün ömrü boyu eləyirsənsə, çox gözəl. Amma eləyə bilmirsən, heç olmasa etdiyin əməli ən azı vərdiş halında özünə bir il onu eləyinən. Ki, o da bir il nədir? Yəni, büyündən başqa ta gələn əhyaya qədər o təqdir-i ilahidə öz dəftər və namə əməl və yaz ki, mələklər sabahlarım sənin üçün o dərəcələri Allah dərgahında qəbul elətdirsin. Allah and verir Peyğəmbər, Ali Peyğəmbər xatirinə. İlahi, biz artıq bugündən sənin yazdığın təqdiri yaşayırıq. Bugün demək olar ki, belə deyək, məsumluğun mənası başqa şeydir ha. Amma elə deyər ki, məsumluq günlərimiz artıq başladı. Yəni, pak-pakizə özümüzü Allaha bağışlatmışıq. Vədə də veribdir, bütün namə əmalımız nədir? Pak-pakizədir. Büyündən sonra nə istəsək, indidən dua edin ki, sabah da bu paklığı özümüzə tapanmayacağıq. Çünki gedərsən, bir səhv danışarsan, bir səhv baxarsan, qara ləkə düşdü. Amma indi hələm təzə durmuşuq yuxudan, necə deyərlər, hələm pakıq. İlahi, sənan veririk İzzət-i Cəlalıva. Verdiyin vədə, ilahi, bizə həmişə bu cür ruhiyyəmizi pak saxlamaqda bizlərə yardımcı ol, günən. Və heç kəsi bu qapıdan əli boş qaytarma, günən. Bizi bu yeni ildə gələcək ta Qədir Əhya gecəsinə qədər ruzumuzu, ibadətimizi, itaətimizi, əzizlərimizi və gələcək günlərimizin hamısını əla və öz bəyəndiyin bəndələrə əta etdiyin rəhməti də bizlərə əta elə, günən. Və əzizlərimizi ilahi və bizi də Əhl-i Beyt məktəbində sabit qədəm elə. Gələn günlərimizi o insanlar ki, ruziləri çətinliklə əllərinə gəlir, müəyyən iş tapa bilmirlər, problemləri var. İlahi, sən izzətli Allahsan, sən hər şeyə qadirsən, sənin əlində hər bir şey acizdir. Biz isə aciz bəndələr. Sən Peyğəmbər, Ali Peyğəmbərə xatir, bizə layiq deyirik o şeylərə. Amma Peyğəmbər, Ali Peyğəmbər xatirinə əzizlərimizin, möminlərin, ruzların bol kifayət qədər eləyinən. Heç bir vaxt onları dost, ailə yanında baş aşağı eləməyinən. Bu əziz subaybalarımızı tezliklə bir möminə ilə həyat qurması tezliklə bu il onlara nəsib eləyinən. Onlar ki, evlad istirlər, evlad həsrətindədirlər. Sana and veririk İmam Həsən, İmam Hüseynin və xanım Zeynəbin dünyaya gələn günündəki Peyğəmbər və Əhl-i Beyt sevinib. Onların o sevincinə and verir ki, gələn əhyaya qədər onlara evlad baxş elə sevindir günən. Və o əzizlərimiz ki, soyuqda bu günlərin bizi qoruyurlar hər bir yerdə. Ələxsus əskər qardaşlarımız, sən izzətli Allahsan, sən hafiz Allahsan, hifz eləyənsən. İlahi, onları öz rəhmətində hifz elə günən. Əziz şəhidlərimizi bugünkü günlərin şəhidi Mövla-i Müttəqiyana qonaq qərar verginən. Xalqımızın, dinimizin ilahi köməkçilərinə hər yerdə ki, kömək edirlər, yardım edirlər. İstər maddi, istər mənəvi, istər özlərinin, necə deyərlər, vücuhatında ilahi onların ömürlərinə, kəsblərinə bərəkət ver. O şəxslər ki, İslamla düşməndirlər, İslam aləmi ilə düşməndirlər və Əhl-i Beytlə düşməndirlər. Onu ilahi zülm edirlər, başlarına ot tökürlər. Sən izzətli Allah tezliklə ilahi onların öz odların, o zalimlərin öz başına tökünən. İmam-ı zamanın gəlişi ilə də yer üzərində İslam'a hakim qərar ver. Peyğəmbər, Ali Peyğəmbər xatirinə Əhl-i Beyti başımızın üstünə gətirməmiş bizi dünyadan aparma günah. Dualarımızın qəbuluna, gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün Peyğəmbər, Ali Peyğəmbərə və şəhidlərimiz aramızdan gedən möminləri də yad eləyək, 3 salavat əliyyə eləyək. Allahümme